Burada maqneziumun 3 izotopu verilib. Maqnezium 24, maqnezium 25 və maqnezium 26. Və burada da deyir ki, 40 dənə ümumilikdə izotopdur. Bunun 32-si 24-ün payına düşür. Digəri isə bərabər. Digər qalır 40-dan ümumi 40 verib də bizə. 40-ın 32-si budursa, 8-i qalır. Bu bərabər saydır. Onda 4-ü bura düşür, 4-ü bura. Deməli, nisbət nədir? 32, 4, 4. Bunu da ixtisar eləyək ki, məsələ əlində bizə rahat olsun. Yəni, üçündə eyni ədədə bölməliyik də. Üçü də 4-ə bölünür. Onda ixtisar gedir 8, 1, 1. Və bu nisbətdən istifadə edib düzdür. Faizdə çıxartmaq olur, amma nisbətlə də daha rahat alınır. Yəni, 80% belə deyək də, 10%, 10% götürmək olar. Elə də hesablamaq olar. 80 vur 24, üstə gəl 10 vur 25, üstə gəl 10 vur 26 böl 100. Və yaxud elə 8 vur 24 belə də alınır, elə də 1 vur 25, üstə gəl 1 vur 24 böl ümumi 10. Buradan da tapılır ki, A variantı 24,3. Cavab A.